x və y həqiqi ədədlər olarsa, x vur y hasilini tapın. Çox qarışıq görünür, təbii halda qorxa bilərsiniz. Sadəcə bu misallarda nə edirik? Tam kvadrata ayırmalıyıq. X kvadrat çıx 6x. Üstəgəl neçə olsa 2 həddinin kvadratı olar. Bunu 2-yə bölüb kvadrata yüksəltməyiniz kifayətdir. 9-u əlavə etdiksə özümüzdən çıxmalıyıq. Üstəgəl y kvadrat üstəgəl 8y. 2-yə bölüb kvadrata yüksəlsə üstəgəl 16. Çıx 16-nı mütləq yazmalıyıq. Üstəgəl 25 bərabərdir 0. Baxın. 2 hədlinin cəminin kvadratı. X çıx 3-ün bağlanmış kvadratı. Y üstəgəl 4-ün bağlanmış kvadratı. -9, -16, müsbət 25 edir. Bərabərdir 0. Ədədin kvadratının ən kiçik qiyməti neçə idi? Təbii ki, həqiqi ədədlərdə 0. X çıx 3 0 olarsa x'imiz 3. Y üstəgəl 4 0 olarsa y'imiz -4 olar. Bunların hasili isə -12'dir.